Herkese salam, değerli izleyiciler. Bugün ayın 24'ü dekabr 2025. Belə bir qərara gəldim ki, gündüz vaxtıda belə bir çəkiliş aparım və çəkiliş aparacağım yer tərk edilmiş bir yeraltı bunkerdir. Ora daxil olacağım. Gündüz vaxt çəkiliş aparmaqda səbəb bundan ibarətdir ki, müəyyən səbəblər var ki, gecə bura daxil ola bilmirəm. Və onun üçün gündüz vaxtı aparacağım. Əgər buranın gecə çəkilişini istəyirsinizsə, rəy şəklində videonun altında qeyd edin. Biz isə ərazidə irəliləyirik. Gündüz o qədər də qorxulu atmosferə malik deyil, amma bura gecə gəlməsə çox gözəl olur. Mən Allah manyaklar kimi danışdım. Gözümü öyrəşmişəm atmosferə üçün. Kimsə var burada? İlerlemeye devam. Her neyse yakınlaşaq. Yine hemen yerin arasına yakın. Wow. Değerli izleyiciler. Geçidin biri buradan geçir. Biz ise normal girişten gireceğiz. İçeri daxil olacağım. Dostu buradan birine geçebilsem. Örülüp dökülmüş ağaçtan içerisi mamurla örtülüp orada qeyri-adi görünüşə malik ağaclardırlar. Əziz dostlar, videonu qısa metrajda çəkməyim ondan ibarətdir ki, yol çox uzandır və uzun olduğuna əsasən çəkilişi də ona uyğunlaşdırmalıyam. Deyəsən azmışam buralarda, amma tapacağım. Değerli izleyiciler ve gördüğünüz mekanın girişine yaxınıq. Burada qeyri-adi görünüşə malik şəkillər çəkilib. Kimse var burada? Wow. Ve dediğim gibi gece buraya gəlirsə çox vahiməli bir atmosferə malik olacaq. Əziz dostlar, dediyimiz yerə daxil oluruq və ətrafını tamamilə yararsız olduğunu görürsünüz. Və uzun illərdir bu vəziyyətdə qalır. Biz isə indi içəriyə daxil olacaq. Daha doğrusu mən bu qədər çəkiliş qrupması ilə çəkiliş aparmışam. Dilimdə vərdiş olaraq qalır. Değerli izleyiciler, içəriyə daxil olmağa çalışacağım. Giriş yeri tapa bilirim. Girişi tapdım. Buradan girebileceğim. Çok güman ki başka bir yerden gireceğim. Ama içeriye daxil olmalıyam. O bir yol gelmişim. Burada kimse var. Ve nihayet giriş için bir yer tapdım. İlerleyip içeriye daxil olacağım.
çəkilişi 13 dəqiqə, 14 dəqiqəyə yaxın planlaşdırıram. Gündüz vaxtı. Burada nələrsə rastlaşacağımı heç güman etmirəm. Ola da bilər rastlaşaram. Fikirlərim məni yanıldar. Və dəyərli izləyicilər, içəriyə daxil olmuşam. Və gördüyünüz kimi içərisi gündüz vaxtı olmağına baxmayaraq gecə atmosferini unutturmuş. Burada kimsə var. Uzun bir koridor boyu. Wow. Buranı söküb talayıblar. Uzun koridor boyu irəliləyirəm və asta-asta irəliləyirəm, çünki qarşıma hər hansı bir şey çıxa bilər. Onu nəzərə alaraq üzərimdə təhlükəsizliyim üçün lazım avadanlıqları götürmüşəm. Dəyərli izləyicilər, və bayaq keçdiyim yerin yanından keçirəm. Hər neysə, ilerləməyə devam. Labirent oxşuyur. Qorxuram burada azıb eləyərəm. Wow, pilləkan da var. Və gördüyünüz kimi çənlər də var. Bu bunkerdən çox başqa bir şeye bənzəyir. Prosto niyə xəritədə bunker qeyd olunub? Maraqlı qalır. Yenə də ritmala çəkişimizi aparaq. Orada kimsə var. Bunu da qeyd eləmək istəyirəm ki, gecə görüntüsünü aktiv eləmişəm və çöldə isə gecə görüntüsü aktiv olmur, çünki avtomatik rejimdədir. Əziz dostlar, bir-bir otaqları gəzib çəkiliş apararam. Düzdür, ərazi tamamilə yararsız vəziyyətdə olsa da ehtiyatımı qorumalıyam. İlerləməyə davam. Hal-hazırda 8-ci, 9-cu dəqiqəyə yaxın demək olar, daha doğrusu 9-cu dəqiqəyə keçid verib çəkilişimiz. Burada kimsə var. Kimsə varsa işarə verin. Dəyərli izləyicilər, bu top xəttidir, səhv eləmirəmsə. Əlimdəki fenerlə aydınlaşdırdım, amma metrajı çəkirəm uzundur. Kimsə var burada. Ayağımın altında da ehtiyatlı olmalıyam. Gördüğünüz gibi ayağımın altı tamamıyla dağılıp tökülür. Yukarıya kalkar, ne diyorsunuz? Kimse var burada. Aziz dostlar, ilerlemeye devam. Nereye geldi burada? Hiçbir şey görmüşəm malikdə. Yalnız boş xarabalıq və yararsız hala salınmış avadanlıqlar. Yine de çəkilişimizi aparıram. Çürüyüb tökülür. Həqiqətən də ləzzətli. Çünki zəncir belə pas verir.
değerli izleyiciler, şöyle çıktım. Yeniden etrafına bakış keçirdim. O biri baştan girip bu taraftan çıkış verdim. Ve arazisi böyüktür ya, lakin içeriye daxil oldu. Özüm de bilmədim bura nəyə gəldim. Yalnız bunun adıyla özümə təsəlli verdim, gəldim. Gəldiyimə görə çəkməliyim. Əziz dostlar, maraqlı olur buranı. Burada kimsə var? Bir fon müziğinden istifadə edəcəm və eyni fonda da qalacaq. Dəyişiklik olmasın deyənə. Çünki heç bir qeyri-adi bir şey, heç bir qorxu atmosferi yaradan bir şeylə rastlaşmıram. Böyle. Değerli izleyiciler, burada da bir divarla rastlaştım. Titleri bulurum tamam. Burada da eyni bölgede tamamıyla yararsız hala salınıb təbiət tərəfindən. Əziz dostlar, mən video rubrikanı yekunlaşdıracağım və yeni yerlərdə çəkiliş aparacağım və yeni yerlərdə çəkiliş apardığım zaman siz bu video rubrikanı izləmiş olacaqsınız. Onda qeyd edeyim ki, kanala abunə olun, rəylərinizi videonun altında qeyd edin. Məhz mən sizin abunəliyinizə, sizin izləmənizə görə motivasiya qazanıram və bundan qaynaqlanan çəkilişlər yaranır. İndi isə ərazini tərk edirəm. Yeni yerlərdə görüşmək üzrə. Sağ olun.